Azərbaycan mətbəxi çox zəngin mətbəxlərdən biridir. Bildiyiniz kimi, Azərbaycan mətbəxində saysız hesabsız şirniyyatlar hazırlanır. Bu günləri xanımlarımız Avropa mətbəxinin şirniyyatlarından da hazırlayırlar və bu günləri mən xanımlarımız üçün yeni bir resept Avropa mətbəxindən hazırlayacağım. Bugünkü şirniyyatımız sufledir. İstəyirəm suflenin reseptini sizlərə təqdim edim. Bizim üçün sufleyə nələr lazımdır? Əvvəlcə qabımızın içərisinə süd, daha sonra yumurta, 2-3 yemək qaşığı kakao, 200 qram şəkər tozu, 150 qram duru yağ, 200-250 qram un, qabartma tozu, vanil və bişdikdən sonra üzərinə şəkər kirşanı əlavə edəcəyik. Ədəd yumurta 250 qram şəkər tozu ilə mikserlə çalınır. Şəkər tozu ilə yumurtamız ağarana qədər çalındı. İndi isə üzərinə 150 qram duru yağ əlavə edirik. Daha sonra qabartma tozu, vanil, 5 yemək qaşığı kakao, və yenidən qarışdırırıq. Qarışımımız artıq hazırdır. İndi isə üzərinə 500 ml südü yavaş-yavaş əlavə edirik. Ən sonda isə unu əlavə edib xəmirimizi hazırlayırıq. Artıq sufle xəmirimiz hazırdır. İndi onu demək istəyirəm ki, biz sobamızı qurmalıyıq. 180 dərəcə rejimdə alt-üst rejimə qoymaq lazımdır və sufleləri sufle qabına yığırıq. Əgər kiminsə evində sufle qabı yoxdursa, heç bir problemi yoxdur. Soba qablarının içərisində bişirə bilərlər, stəkanların içərisində bişirə bilərlər və başlayaq. Sufleni qablarımızın içərisinə yığırıq. Yəni bu qabların içərisinə əlavə heç nə etmək lazım deyil. Nə yağlamaq, nə də başqa bir listi sobasının içərisinə su tökmək. Çünki bunun içərisində artıq duru yağımız var. Və bir nüansa da toxunmaq istəyirəm. Əvvəllər bizim xanımlarımız resept dəftərlərinə yazardılar bütün reseptləri. Dəftərlərdən istifadə edərdilər. Mənim özümün də o dəftərlərdən varımdır. Reseptlərdən istifadə edirəm. Amma hal-hazırda sosial şəbəkələrdə hər bir reseptlər, yemək tarifləri olduğuna görə artıq sosial şəbəkələrdən istifadə edirik. Şirniyyatımız çox tez hazır olur. 8-9 dəqiqənin içərisində üzəri tam bişənə qədər bişiririk. Yəni üzəri qabıq bağlayır və biz şirniyyatımızı sobadan çıxarırıq. Bunun özəlliyi odur ki, şirniyyatın üzəri bişir, içərisi isə axışqan qalır. Bizim artıq suflemiz hazırdır. Gəlin birlikdə çıxaraq.
Suflelərimizi indi də süfrəyə təqdim etmək üçün qabların içərisinə qoyub üzərinə şəkər pudrası əlavə edəcəm. Artıq suflemiz hazırdır. Buyurub nuş eləyə bilərsiniz.